Dünyada heç bir ölkədə araşdırma aparan, tənqid edən jurnalistlərin günü xoş keçmir. Oralarda da tutub həbsxanaya salırlar, incidirlər, izləyirlər. Yəni baxın Avropanın özündə nə qədər var. Bizim özümüzdə də yəni belə tənqidi yazan jurnalistlərə münasibət xoş deyil. Həbsxanada olanları var. Elə mən o sualı verəcəydim, sözünü balına kəsim ki, bizdə peşə fəaliyyətinə görə həbs olunan jurnalistlər var. Azərbaycanda siz necə hesab amma edirsiniz? biz əgər riyakarlıq eləsək deyək ki, yox, onları nə bilim vergi, iqtisadi səbəblərə görə tutulur. Yaxud siyasi motivlə, siyasi motivə görə. Amma faktiki olaraq yəni onları peşə fəaliyyətinə görə həbs eləyiblər və mən hər dəfə məhdudlaşdırmaq istəyiblər, onlar da razılaşmayıblar, belə deyək. Yəni məsələn mən ümid edirəm ki, bizim həbsxanada yatan həmkarlarımızı yəni nə qədər tez azadlığa buraxsalar, bir o qədər yaxşıdır. O bizə hörmət gətirir. Onların içərisində çox vicdanlı, dürüst, ümid elə hamısını ki, kimin nə irad ola bilər. İndi yanlışlıqlar azadlıqda olanlarda da olur, hamıda, yəni o problemlər ola bilər. Amma onlar xüsusən məsəl üçün qızların onların həbs olunmağı doğrudan, yəni məsələn məndə çox məyusluq yaradır. Mən onunla bağlı çox səmimi mövqeyimi ifadə edirəm ki, jurnalistlik peşə fəaliyyətinə görə həbs eləmək olmaz. Yəni onlar hər kəsdə yenə də deyirəm ki, yanlışlıq ola bilər, səhv ola bilər. Amma məsələn tutaq ki, biz necə Ələsgər Məmmədli kimi doğrudan belə böyük vətəndaşlıq gücü, yükü, mənası olan bir adamı necə həbsxanada saxlamaq Milli ruhlu, təəssübkeş bir adamdır. Bəli, Türkiyədə təhsil alıb, gözəl media mütəxəssisidir, ümumiyyətlə hüquqşünas kimi gözəldir. Yəni məsəl üçün bizim bu imkanımız olanda hakimiyyət adamlarına da deyirik ki, bu kənardan çox barbar bağıranlara çox əhəmiyyət vermək lazım deyil. Ümumiyyətlə mediada o cür adamlara böyük rəğbət var. Cəmiyyətdə o cür adamlara böyük rəğbət var. Onun həbsindən cəmiyyət uduzur. Yəni bizim ictimai düşüncəmiz uduzur. Məsələn bu media haqqında qanun müzakirə olanda biz də belə bir jurnalist qrupu olaraq belə klub yaratmışdıq, onu müzakirə edirdik. Hakimiyyətlə çox rahat danışıqlar aparırdıq. Media agentliyində bir neçə dəfə müzakirələr oldu. Yəni orada öndə dayananlardan biri Ələsgər Məmmədli idi.